Cəlilabad sakini tikinti işləri aparan şirkətdən narazıdır. Şikayətçi Nəriman Həsənov deyir ki, əraziyə tikinti işləri aparan şirkət ona məxsus obyektə ziyan vurub. Cəlilabad sakini iddia edir ki, ona məxsus qeyri-yaşayış obyektinə ərazidə tikinti işlərini aparan Cəlilabad Rezidens tikinti şirkəti ziyan vurub. Nəriman Həsənov bildirir ki, ötən ilin avqust ayında şirkət tərəfindən obyekti sökməyə cəhd ediblər. Söküntü ilə bağlı qonşulardan məlumat alan Nəriman Həsənov 102 qaynar xəttə zəng edərək məlumat verib və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə aparılan tikinti işi dayandırılıb. Bundan sonra vətəndaş rəsmi olaraq digər aidiyyatı orqanlara şirkətin fəaliyyəti barədə şikayət ünvanlayıb. Lakin bugünə qədər onun etdiyi şikayətlərlə bağlı cavab olmadığını bildirir. Bu zaman içərisində heç bir rəsmi mənə məlumat verilməyib. Bununla bağlı birinci mərhələdə həmin şəxslər, şirkətin əməkdaşları, vəzifəli şəxsləri, Tacəddin və Əli adlı şəxslər məsuliyyətə cəlb olunsunlar. Ondan sonra ekspertizə yaradılsın prokuraturada. Gəlsin də dəmişlərə Müsahibimiz deyir ki, şirkət ərazidə tikintiyə başlayarkən ona yeni tikiləcək binada mənzil və yaxud qeyri-yaşayış sahəsində təklif edib. Əvəzində isə ondan həm obyekti, həm də üstəlik müəyyən məbləğdə ödəniş edəcəyini bildiriblər. Bu təklif isə onu qane etməyib. Absurd bir təklifləri olub. Mən obyektim 24 kvadratlıq obyekti, 70 kvadratlıq layihəni pozmamaq şərti ilə deyib ki, mən sənə balaca obyekt verə bilmərəm. Üstündə mən pul vermək şərti ilə, mən də o imkanım olmadığı üçün mən ona razılaşmamışam. Bugünkü reallıqda mənə dəymiş zərər göz qabağındadır. Vətəndaşla tikinti aparan şirkət arasında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün Cəlilabad Rezidens şirkətinin Cəlilabad şəhərindəki ofisinə üz tutduq. Şirkətin ofisi bağlı olduğundan telefon vasitəsilə tikinti şirkətinin iş icraçısı Tacəddin Babayevlə əlaqə saxladıq. İş icraçısı bildirdi ki, Nəriman Həsənovla alqı-satqı ilə bağlı rifah razılığa gəlinmişdi, lakin sonradan qarşı tərəf fikrini dəyişib. Nəriman bəy bizə ilkin razılaşdığına görə biz qazıntını aparmışıq, sonradan razılaşmayıb. Biz binamızı artıq 2 metr geri çəkmişik. Nərimanın əlində kupçası var, çıxarışı var. Dəmir konstruksiya kimi çıxarışı var. Aidiyyatı qurumlarla torpağını təyin edilirsə, o gəlsin torpaqdan təyin olunsun, yeri araç tapılsın. Bəlkə də elə həqiqətən də biz onun torpağına da girmişik. O ki qaldı bina tikilərkən obyektə dəyən zərərə, iş icraçısı bildirib ki, elə bir fakt varsa ziyanı qarşılamağa hazırdılar. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space TV Cəlilabad.